Dünən axşam Tehranda bir iftar məclisində tutulan 20 nəfər Azərbaycanlıdan 4-ü buraxılıb. Tutulanlar arasında Azərbaycanlı yazıçılar, fəallardan Abbas Lisaninin xanımı Ruqiyyə Lisani və onun 3 uşağı da var idi. Bugün Ruqiyyə xanımı və uşaqlarını buraxıblar. Saxlananlardan biri Əlirza Sərrafın xanımı Vəcihə Sərraf bildirir ki, hələlik onlara tutulanların harda saxlanmaları və həbsin səbəbləri barədə məlumat verilmir. Ta elə naharacan o yan bir yana mən zəng vurmuşam ki, görəm ki, əsən nə xəbərdir, bunlar hardadılar, nə olublar? Bir xəbər tapa bilməmişəm, indi sabahlarında tətildir, gərək ki, şənbə günü gedəm dalısızam. Amma məsələn, ayrı xanivadələrin və ataların, oğullarından aparıblar, tutublar. Bəziləri deyirlər ki, bunlar evindədirlər, mənim xəbərim yoxdur. İndi gəl şənbə günü gedək görək ki, nə xəbərdir. Tehrandan Vəcihə Sərrafi. Dünən isə Avropada yaşayan bir qrup Azərbaycanlı Brüsseldə Avropa Parlamentinin binası qarşısında toplaşaraq İranda insan haqlarının ardıcıl pozulmasına, ayrı-ayrı xalqların fəallarına qarşı artan hökumət təzyiqlərinə qarşı etiraz aksiyası keçiriblər. Aksiyaçılar İranda Azərbaycanlılara və digər xalqlara ana dillərində təhsil almağa icazə verilməsini tələb ediblər. Aksiyada İran türkmənləri və ərəbləri də iştirak ediblər. Və sonda Azərbaycanda Parisdə keçiriləcək prezident seçkiləri barədə bir məlumat. Bugün Mərkəzi Seçki Komissiyasında daha bir nəfərin Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin də namizədliyi rəsmən qeydə alınıb. Bununla da qeydə alınan namizədlərin sayı 5 nəfərə çatıb. Mərkəzi Seçki Komissiyası Yaşıllar Partiyasının sədri Mais Güləliyevin isə namizədliyini qeydə almaqdan imtina edib. Komissiya daha 3 nəfərin prezidentliyə namizəd olmaq istəyən şəxsin sənədlərini araşdırır, sentyabrın 15-nə qədər onlara cavab veriləcək. Ənənəvi müxalifətin demək olar bütün liderləri oktyabrın 15-də keçiriləcək prezident seçkilərini boykot eləyərək onun nəticələrini tanımayacaqlarını bəri başdan bəyan ediblər. Bu saat olan sonuncu xəbərlərimiz idi. Xəbərləri mən çatdırırdım. Natiq Zeynalov, verilişlərimiz Kontekst proqramı ilə davam edir. Seçki komissiyaları bir idman salonu deyil ki, orada güləşsinlər. Ölümlərin hamısı 7 pərdə arxasındadır. Bir dənə qadına qurulur. Bu mədənin yanında da üzü qara qalmışım. Yasin tiyanı bağlasın, bizi töksünlər dənizdən. Yanacağının qiyməti başına salsınlar. Gəlirlər ki, o uşağı göndərməksiniz, amma o mənimdir, əgər oxutmuram, əl çıxın. Biz bütün qanuni, konstitusyon vasitələrdən istifadə edəcəyik ki, xalqın səsini qoruyaq. Azərbaycan xalqı seçkilərdə öz sözünü deyir və beləliklə öz demokratik inkişafında yeni mərhələyə qədəm qoyur. Kontekst verilişi hər axşam saat 8-də Azadlıq Radiosunda. Azadlıq Radiosunda Kontekst proqramıdır. Tehranda 16 Azərbaycanlı ziyalı hələ də həbsdədir. Dünən İslam Respublikası İranda, paytaxt Tehranda iftar yeməyində 20 Azərbaycanlı ziyalı tutulub ailə üzvləri ilə birlikdə. Sonradan 4-ü buraxılıb. Həbsin səbəbi barədə heç bir məlumat verilməyib. Aygün Muradxanlı hadisənin səbəblərini öyrənməyə çalışıb. Sentyabrın 10-da Tehranda İran türklərindən birinin evində iftar süfrəsinə toplaşan 20 nəfər Etilat həbsxanasına aparılıb. Xəbəri İranda Azərbaycanlı siyasi məhbusların Müdafiə Assosiasiyasının sözçüsü Vahid Qarabağlı verib. Onun sözlərinə görə həbs edilənlər İran Azərbaycanında tanınan simalar, yazarlar, jurnalistlər, mühəndislərdir. Həbs edilənlərin içində tanınmış siyasi məhbus Abbas bəy Lisaninin həyat yoldaşı Rüqəyyə xanım Lisani 3 uşağı ilə birlikdə həbs ediliblər. İran dövləti bir halda deyir ki, mən müsəlmançılığı təbliğ edirəm, İslam ölkəsiyəm. Amma biz şahidik ki, o həbs edilənlər azan zamanı tam həbs ediliblər. Heç onlar öz iftarlarını da belə atmağa imkanları olmayıbdır. Vahid Qarabağlının fikrincə, heç bir suçu olmayan insanların, xüsusən qadınların, uşaqların həbsxanaya salınması, onların ailələri ilə əlaqə yaratmalarına imkan verilməməsi həm beynəlxalq, həm də İran dövlətinin qanunlarının ən kobud şəkildə pozulması deməkdir. Həbs edilənlərdən bir neçəsinin ailələri ilə əlaqə yarada bilsək də onlar təzyiqdən qorxduqları üçün açıq müsahibə verə bilməyəcəklərini dedilər. Yaxınlarının dünən həbs edilməsi xəbərini isə iftar mərasiminə qatılan, ancaq İttilatın gözlənilməz hücumu zamanı evdən çıxmağı bacaran bir şəxsdən aldıqlarını bildirdilər. Qohumlarının harada, hansı şəraitdə saxlanması, onlara hansı ittihamın irəli sürülməsindən isə xəbər tuta bilmirlər.
Həbs edilənlərdən yalnız birinin ailə üzvü adının çəkilməməsi şərti ilə müsahibə verdi. O, xarici dövlətlərdən birində təhsil alır. Dediyinə görə bu atasının birinci həbsi deyil. Beynəlxalq birliyin İrana təsir imkanlarının olmaması isə onun fikrincə İran dövlətinə insan haqlarını ayaqlar altına atmağa imkan verir. 2 yıl önce yine atam tutuklanmıştı ve biz Avrupa İnsan Mahkemesi'ne başvurmak istediğimizde onlar dediler ki İran bir imza atmadığı için biz herhangi bir iş bize görebilmeyeceğiz. Ona göre İran hiçbir zaman insan hakları kurallarına uymur. Hapiste olduğu sürece ben İran'a gidebilmedim. Belki bana da bir şey olabilir diye düşündüm. Kardeşim işten ayrılmak zorunda kaldı. Yani her anlamda onu hissettirdiler. İranda Azərbaycanlı siyasi məhbusların Müdafiə Assosiasiyasının sözçüsü Vahid Qarabağlının sözlərinə görə İran Azərbaycanında həbs edilən tələbələrin də 8-i bugünə kimi azadlığa buraxılmayıb. Bəzilərinin həbsindən 2 aydan çox vaxt keçməsinə baxmayaraq onların heç birinə ittiham elan edilməyib. Vahid Qarabağlının sözlərinə görə onların tək suçu hökumətin İran Konstitusiyasının 15-ci maddəsinə əməl etməsini istəmələridir. Bu maddə hər bir vətəndaşa öz dilində təhsil almaqla yanaşı başqa mədəni haqları verir. Məhkəməyə və əmniyyəti qüvvələrə müraciət edilər. Birdə söz deyilir. O da budur ki, sizin övladlarınız bizimlə əməkdaşlıq etməyirlər və biz də ona görə onları cəzalandırırıq. Bu qanunsuz şəraitdə onların həbsi davam edir. Onlar hal-hazırda adamlı kamerada saxlanılırlar. Bu arada həbsdə saxlanan 8 tələbənin ailəsi İran Ali Məhkəməsinin başçısına müraciət ünvanlayıb. Sənəddə tutulanların hüquqlarına sayğı ilə yanaşılması tələb olunur. Belçikada yaşayan azərbaycanlılar isə Avropa Parlamentinin qarşısında İranda insan haqlarının kobud şəkildə pozulmasına, rəsmi Tehranın İranda türklərə qarşı apardığı repressiv tədbirlərə etirazlarını bildiriblər. Aygün Muradxanlı.